Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. 10-cu sualda verilib ki, bu verilən kvadratik funksiyanın qrafikinin simmetriya oxunun tənliyini yazın. Ümumiyyətlə, verilən parabol funksiyanın, misal ax kvadrat plus bx plus c şəklində verilən funksiyanın simmetriya oxunu tapılması üçün bizə lazım olan nədir? x0. Yəni, mənfi b bölünsün 2a. Bu qaydadan istifadə edib simmetriya oxunun tənliyini yaza bilərik. Verilən funksiya hansıdır? Y bərabərdir 4x kvadrat minus 24x plus 15. A bizdə 4-dür, b mənfi 24-dür, c də 15-dir. Düsturu yazıb tətbiq etsək, deməli, x0 nəyə bərabərdir? Mənfi b böl 2a bərabər mənfi 24 bölünsün 2 vurulsun 4. Bu da neçə eləyəcək? Müsbət 24 böl 8. Bu da cavab eləyəcək 3. Bizim x-imiz olacaq 3. Yəni, bu düstur bir də bizim rastımıza harada çıxır? Təpə nöqtəsinin koordinatlarında. Çünki x0, y0-dan istifadə edirik. Bizə lazım olan x0-dır. Cavab olacaq x-in 3 qiyməti, Y variantı.